Bax, iç-içə iki fonksiyon toplamından verib. Ümumiyyətlə J-nin quruluşu haqqında məlumat verib, kvadratik fonksiyondur. F-in də quruluşu zaten buradan görünür ki, doğrusal fonksiyondur. Yəni f(x)'in quruluşu uşaqlar bizim 7-ci sinifdə keçdiyimiz kx plus b fonksiyonudur. Tamam, yəni doğrusal fonksiyondur. Buradakı k tangens alfaya bərabər idi. Bucaq əmsalı tangens alfa. Bu arada bunun qurulmasının fərqli yolları var. Parametrik tənliklə qura bilərsiniz. X bölü a artı x bölü b bərabərli 1 ilə işləyə bilərsiniz. Koordinat olaraq 4, 0 və 3, 0 nöqtəsini aparıb burada qoyub işləyə bilərsiniz x, y-in yerinə. Amma mənə daha rahat gələn yollardan biri və uşaqlardan da müşahidə etdiyim şeylərdən biri k-nı tapmaqdır. Zaten geometridən də bunun tapılmasını bilirik. Bucaq misal dedikdə uşaqlar, məsələn biz baxın bu dik üçgəndir. Burada dik üçgən var, gördünüz? Bucaq misalını k-nı tapanda bilirik ki, y məsafəsini x məsafəsinə bölmək lazımdır. Yəni 4-ü 3-ə bölmək lazımdır. Bir də qrafikin fx-in, baxın bu mənim fx qrafikimdir. Elə deyil, x oxunun müsbət istiqamətlə əmələ gətirdiyi bucaq geniş açıdır. Yəni körbücaq. Körbücaq olanda bunun işarəsi olurdu mənfi. Bu şəkildə düşünə bilərsiniz. Şeydən də baxa bilərsiniz. Məsələn, koordinatlar x ilə y-in ikisinin də koordinatı müsbət olduğuna görə eyni işarəli olduqda k-nın qiyməti mənfi çıxır. Bu taktikadan istifadə edə bilərsiniz. Bu qədər. Bunu zaten geometridən də bilirdik. Bir də ki, uşaqlar, bu qrafikin y oxunu kəsdiyi nöqtədə x nəyə bərabərdir? 0-a. Yəni aparıb burada x-ni 0 verən ifadənin həmişə sərbəstdir. İstər kvadrat, istənilən fonksiyon olsun. Fərq eləmir. Doğrusal, kvadratik, hiperbola falan. Y oxunu kəsdiyi nöqtəni göstərir. Yəni b-miz bizim sərbəstliğimizdə buradan 4. Onu mən fx-in quruluşunu tapmış olaram. Fx bərabər olur onda mənfi 4 bölü 3x artı 4 şəklində qurmuş ola bilər. Fərqli alternativlərlə də qurmaq olar. Bu belə. Sonra uşaqlar, bunu yazdıqdan sonra gəlirəm mürəkkəb fonksiyonu. Bu qrafiki oxuyanda bilirəm ki, baxın, j artı f içinə bir dəfə, baxın, x-na 1 versəm, x oxunu kəsdiyi nöqtə olduğundan y-i 0-dır. Bir dəfə də bu nöqtəyə baxsınız. Bu nöqtənin koordinatları x-i 0-dır, görürük. Y-i nədir? 2-dir. Demək, j artı f bir dəfə də x-in yerinə 0 qoyanda cavab 2-yə bərabər olmalıdır. Aydın oldu. Bu qədər. Yəni buna da belə baxırsınız. 1, 0 nöqtəsi kimi. Aparıb ikisini də burada hesablayıb belə bir ifadə alıram. İndi gəldik bura. Uşaqlar, bizim anahtarımız burada hazırdır zaten. Digəri də var. Demək, bunu hesablayanda buradan görürəm j1. Buradan çıxır ki, f1 bərabərdir 0-a. Tamam. İkinci tərəfdən də j2, j0 üstə gəl, f0 bərabərdir 2. Bu da buradan. İndi mən nəyi hesablamalıyam? Demək ki, mən f1 ilə j1-i buradan gətirib hesablamalıyam. Hesablayanda bizə nə verəcək? f1-i hesabla. f1 bərabərdir. Orada 1 qoyduğumuzda mənfi 4 bölü 3 üstə gəl 4 olacaq. Bunun için parantezi paydası 1-dir. Vurup hesablasaq bizə mənfi 4 üstə gəl 12 bölü 1. Yəni 8 bölü, daha doğrusu 3, 8 bölü 3 alacaq. Bu belə. Buradan da görürəm ki, jx bərabərdir mənfi fx. Yəni bu da olacaq mənfi 8 bölü 3. Bu cəbdə. Uşaqlar, bu qalsın hələ ki. Bunu buradan aldıq. Sonra keçirəm f0 hesablayan. f0 hesablayanda da bu ifadədə x-in yerinə 0 verəndə cavab 4 olur. Yəni bu ifadə 4-dürsə, onda j bu mənfi 2-dir. Yəni digər bilgimizdə j0-mız bərabərdir mənfi 2. Bunu da həll elədik.